Salam hörmətli müəllimlər, bir daha hamını salamlayıram. Həmişə olduğu kimi yenə də çalışırıq ki, müəllimlərimizə dəstək məqsədindən təmənnası olaraq hər kəs üçün yararlı olsun inşallah. Bu günlərim çox sayılı müəllimlərin yazmasına uyğun olaraq, xahişinə uyğun olaraq elektrik bölməsindən başlamış olacağıq. Deməli, elektrik sahəsindən başlayırıq artıq. Elektrik sahəsi. Elektrik sahəsindən başlayırıq. Deməli, elektrik sahəsi. Burada bu günlərim nəyə diqqətləyəcəyik biz? Deməli, biz əvvəlki dərslərimizdə ümumiyyətlə birincisi haqqında məlumat vermişdik. Yenə də birbaşa canlı yayımda ola bilər ki, müəyyən diqqətimizdən qaçan bir hissələr ola bilər. Yəni, kiminsə nə sual olsa, ya diqqətindən qaçan bir şeylər olsa, yazıb ətraflı izahlı bir yerdə müzakirə aparmış olaraq. Deməli, elektrik sahəsindən danışırıqsa, biz birinci ümumiyyətlə elektrik sahəsindən təbiətdə bizim 4 cür qarşılıqlı təsir sahəmiz var idi. Qravitasiya qarşılıqlı təsir sahəsi, elektromaqnit qarşılıqlı təsir sahəsi, güclü qarşılıqlı təsir sahəsi və zəif qarşılıqlı təsir sahəsi. Qravitasiya qarşılıqlı təsir sahəsi yalnız cazibə xarakterli idi, bilirdik. Elektromaqnit qarşılıqlı təsir sahəsi həm cazibə xarakterli idi, həm də itələmə xarakterli idi. Güclü və zəif qarşılıqlı təsir sahəsində indi keçəcək atom keçində ətraflı danışmış olacağıq. Mən çalışacağım ki, bu dərsləri mütəmadi şəkildə, ikinci sənədə mütəmadi şəkildə vermiş olum. Buna çalışacağım. Vaxtım çatdığı qədər, çünki gün səhər saat 8-dən hələ indiyə qədər dərs keçirəm. İndi onlayn dərsdən çıxıb müəllimlərə söz vermişəm deyə bu şəkildə davam edirik. Deməli, elektrik sahəsindən başlayaq. Elektrik sahəsində əsasən biz birinci başlayacağıq sükunətdə qalan elektrik yüklərindən danışmağa. Yəni, sükunətdə qalan elektrik yüklərinin öyrənildiyi bölmə elektrostatika bölməsi adlandırılmış olur. Elektrostatika bölməsində biz birinci, deməli, bizim mərkəzimizdə dayanan nədir? Q elektrik yüküdür. Elektrik yükü özü nə deməkdir? Elektrik yükü öz ətrafında elektromaqnit yaratmaq xassəsi adlandırılmış olur. Deməli, adlandırılır ki, elektrik yükü öz ətrafında elektromaqnit yaratmaq xassəsinə malikdir və elektrik yüklənməsinə görə iki hissəyə ayırmış oluruq ki, müsbət yüklənə bilər, bir də mənfi yüklənmiş olar. Elektrik yükü həmçinin diskretdir, çünki o müəyyən bir qiymətlərə almağa, yəni kəsilməzliyi var. Və buna əsasən də biz deyirik ki, elektrik üçün Q bərabərdir M vurulsun Y. M vurulsun Y. Burada bizim Y'miz nə idi? Yenə də elementar yükümüzdür. 1,6 vurulsun 10 üstü mənfi 19 nədir? Kulon tərtibində olmuş olur. Dərsə keçməmişdən əvvəl onu deyək ki, ümumiyyətlə bizim maddə zərrəciklərimiz var idi, sahə zərrəciklərimiz var idi. Maddə zərrəciklərimiz ümumiyyətlə bilirdik ki, sükunət kütləsinə malikdirlər. Yəni, bu hansı maddə zərrəciklərimiz var? Birinci bundan danışaq. Maddə zərrəcikləri ümumiyyətlə maddə zərrəcikləridir. Proton maddəni əmələ gətirənlərdir. Elektron, bir də neytrondur. Bax, bunların hamısının sükunət kütləsi nədir? Sıfırdan nədir? Fərqlidir. Bir də var, sahəni əmələ gətirən zərrəciklər var ki, sahə zərrəcikləri adlandırıldı. Sahə zərrəciklərimiz foton, glyon, bir də qraviton var. Bunların sükunət kütləsi nəyə bərabərdir? Sükunət kütlələri sıfıra bərabərdir. Və bir də var neytron. Neytron da işıq, belə deyək də, işıq sürətindən daha sürətlidir əslində o. Yəni, gələcəkdə, belə deyək, bunun da fizikada bir dəyişiklik olacaq. Nəysə, bu hissələri keçməyək, keçək əsas dərsimizin əsas hissəsinə. Deməli, elektrik yüklə danışırıq. Ümumiyyətlə, elektrik yüklə danışırıq. Elektrik yükü ki, müsbət ola bilər, bir rəna ola bilər, mənfi ola bilər və cisimlərin elektriklənməsi var. Cisimlərin bildik ki, 3 tür elektriklənməsi var idi. Hansılar idi? Sürtünmə ilə elektriklənmə idi. Toxunma ilə elektriklənmə idi, bir də toxunma olmadan elektriklənmədir. Misal üçün, şərti olaraq qəbul olunmuşdur. Yun parçaya ipək
parçaya biz plasmas çubuq yaxud da ki ebonit çubuq, şüşə çubuq sürtmüş olsaq müəyyən bir elektron alıb vermə qabiliyyəti yaranmış olur. Burada şərti olaraq qəbul olunmuş olur ki, misal üçün yun parçaya adi halda biz şüşə çubuğu sürtmüş olduq və burada yun parçanın müsbət həmin şüşə çubuğu ya plasmas çubuğunu qəbul edək ki, plasmas çubuğun mənfi elektronla yükləndiyini bildik. Yəni sürtünmə nəticəsində artıq elektriklənmə baş verdi. Sonra keçirik ki, elektriklənmədən danışmış oluruqsa, ikinci toxunma ilə elektriklənmə. Misal üçün bir dənə elektroskop götürəyin ki, toxunma üçün elektriklənmədən deyirsə, misal üçün bir elektroskop şərti qəbul edirik onsuz da. Bu bizim elektroskopumuz. Bu bizim elektroskopumuz. Misal üçün elektroskopu bu hissəsinə belə qoyduq. Bu elektroskopumuz. Bu elektroskopa mən bir dənə çubuğu, istənilən bir dənə fərqi yoxdur. Misal üçün, bu çubuğu qəbul edək. Çubuğu buraya yaxınlaşdırdım, amma bu çubuğun işarəcə yükü bu neytral idi adi halda elektroskopumuz. Misal üçün, neytraldır. Neytral deyirsə, yəni belə qəbul edək ki, baxın, fikir verin indi. Bu hissəsi elektrikdir. Misal üçün, mən buraya yaxınlaşdırmış oldum, müsbəti yaxınlaşdırmış oldum. Yaxınlaşdıran kimi bu yüksü elektroskopda, yəni neytral elektroskop, bura mənfi yüklər yığılacaq. Bura nələr yığılmış oldu? Müsbət yüklü yüklər yığıldı. Bu deməli toxunma olmadandır, yaxınlaşdırmanandır, elektrostatik induksiya hadisəsi baş vermiş oldu. İkinci gəlirəm ki, amma fikir versək ki, əgər mən bu elektroskopa, bax bu elektroskopa, çünki bu sualı çox verib müəllimlərə, mənə kitabımızda biraz yeni dərsligimizdə ətraflı da izah olunub. Bax fikir versək, bax mən bura əgər mən bura gətirdim bu çubuğu, yükləndiyim bu çubuğu, gətirib əgər buna toxundurmuş olsam, bu çubuğu amma bura gətirib toxundurmuş olsam, belə qəbul edək, bu şəkildə. Gətirdim mən bura müsbətdir. Buna toxundurmuş olsam, artıq bu bütövlükdə nə olmuş olacaq? Hər bir hissəsi eyni adlı yüklə yüklənmiş olacaq. Fərqi yoxdur. Mənfini yaxınlaşdırmış olsaydı, toxundurmuş olsaydım, mənfinə hər tərəfi eyni üzrə yüklənmiş olacaq. Yəni, testlərimizdə ən çox müəllimlərdə problem vermən hissələrdə, ya uşaqlarda da olur problem, hamıda, məndə də ola bilər. Yəni, yaxınlaşdırmaqla, bizim də Azərbaycanda biraz qıtlıq var belə deyək, toxundurmaqla yaxınlaşdırmaq arasında yəni fərq nədən ibarətdir? Bax, budur. Yəni, toxundurmaq var, bir də nə var? Yaxınlaşdırmaq var. Toxunduranda artıq nə olmuş oldu? Eyni adlı yüklə yüklənmiş oldu. Yaxınlaşdıranda amma bir-birindən əks adlı yüklər bir tərəfə yığılmış oldu. Çünki burada olan elektronlar hamısı başlayacaq bu hissəyə yığılmağa. Burada qalacaq müsbət yüklər. Və keçək növbəti hissəmizə. Biz kompüterimizdə donub, planşet çünki işləmədi nə qədər elədim. Deməli, buradan diqqət edirik ki, biz şimdi buradan diqqət edirik, keçək əsasa dərsimizə. Deməli, elektrik yükləri indi eyni adlı yüklərdir, misal üçün, ya müxtəlif adlı yüklərdir, fərqi yoxdur. İki dənə elektrik yükümüz var. Bu elektrik yüklərinin radiusları, qəbul edək ki, radiusları nədir? Eynidir. Radiusları eynidir. İşarələrinin nə olmağından asılı olmayaraq, misal üçün, bu R1'dir, bu da nədir? R2'dir. Radiusları eynidir. Buna qəbul edirik Q1 yükü, bunda Q2 yüküdür. Əgər bu elektrik yüklərini bir-birinə toxundurub ayırsaq, nə baş verər? Toxundurub ayırsaq, yazıda qalsın. Əgər bunların radiusları R1 və R2 bir-birinə bərabərdirsə, Q1 iştirik bərabər olacaq Q2 iştirikə. O da bərabər olacaq nəyə? Q1 üstə gələk Q2 bölünsün nə alacağıq? 2. Əgər yox, bunların həndəsi ölçüləri, yəni R1'in radiusu R2'nin radiusuna bərabər olmuş olmasa, yəni bizim həmin götürdüyümüz, misal üçün biri budur, biri də budur qəbul eləyək və burada baxaq ki, bu şəkildə qəbul eləyək. Buna yazaq yenə R1 yazaq, buna da yazaq nə? R2. Əgər radiusları bir-birinə bərabər deyilsə, bu zaman Q1 iştirikin, yəni bu Q1 idi, bu da Q2 idi. Toxundurub ayırmış olsaq,
ayırsaq, onda deyə bilərik ki, bax fikir verin. Q1 üstəlik nəyə bərabər olacaq? Q1 üstəlik bərabər olacaq. Q1 üstə gələk Q2 bölünsün R1 üstə gəl R2. Vuracağıq bunu birincinin radiusuna. Yox, Q2 bərabərdir qəbul edəcəyik. Yenə Q2 işlədik. Alacağıq nə? Q1 üstə gəl Q2 bölünsün yenə də R1 üstə gələk nə? R2 vurulsun nə alacağıq? R2 almış olacağıq. Bu şəkildə alacağıq. Deməli, əgər radiusları bir-birindən fərqli olmuş olarsa, radiusları eyni olarsa bu vəziyyətdə olar. Və keçək elektrik yükləri haqqında danışdıq. Deməli, elektrik yüklərində ən çox bizim üçün bir də bax fikir verin. Yadınızdadsa biz qeydləmişdik ki, qravitasiya qarşılıqlı təsir sahəsini keçəndə burada bir dənə M kütləli cisim gördük. Burada bir dənə M kütləli cisim gördük və deyirdik ki, bu M kütləli cisim bax buradan bura qədər olan məsafə üçün ümumiyyətlə buna böyük M planet yazmışdıq. Buna da balaca M yazmışdıq. Niyə balaca M yazmışdıq? Deyirdik ki, yadınızdadsa qeydləmiş olurduq ki, burada bizim haşımızdır. Qeydləmiş olurduq ki, bu balaca M kütlərinin düsturuna hesaba belə yazırdıq. F bərabərdir J vurulsun, yadınızdadsa M planet vurulsun nə idi? M cisim bölünsün nə? R kvadratı idi. Bu balaca M-i qəbul etmişdik böyük planetli kütləyə görə maddi nöqtə hesab eləmişdik. İndi elektrik yüklərində də belə bir şey var ki, bunlar nöqtəvi yükdən danışmış olacağıq. Onda biz deyə bilərik ki, əgər 2 dənə elektrik yük üçün götürmüş olsaq, yəni elektrik yükləri üçün istəyir müsbət yüklü zərərci olmuş olsun, istəyir mənfi yüklü olmuş olsun, fərqi yoxdur. İstəyir biri müsbət olsun, digərini olmuş olsun, mənfi olmuş olsun. Biri müsbət olsun, digəri mənfi olmuş olsun, fərqi yoxdur. Baxaq. Bunların bir düz xətt üzərində daha doğrusu göstərə bilərikmi? Göstərə bilərik. Belə yığaq bir tərəfə. Bax, əgər bu yükləri qəbul etmiş olsaq ki, hər ikisi müsbətdir və hər ikisini mənfi qəbul etsək, yaxud da birini mənfi qəbul edirik, birini də müsbət qəbul etmiş olsaq. Yəni, bax, fikir verək, bunların hər ikisi müsbətdir. Buna Q1 yükü deyək, buna Q2 yükü deyək. Bunlar arasında qarşılıqlı təsir qüvvəsinin yaranmasına əsasən deyə bilərik ki, bu yüklər bir-birini itələyəcəklər. Bunu misal üçün qəbul etmiş olsaq, mənfi yükdür ikisi də. İkisi də mənfi yükdür. Yenə də bunlar da bir-birini itələyəcəklər. Bunu qəbul etmiş olduq ki, mənfi yükdür. Digərini qəbul edik nədir? Müsbət yükdür. Bunlar artıq bir-birini nə varmış olacaqlar? Cəzbləmiş olacaqlar. Yenə buna Q1, Q2, Q1, Q2. Baxaq. Burada fikir verin. Birincinin ikinciyə təsiri bu istiqamətdə. İkincinin birinciyə təsiri də bu istiqamətdə. Yenə ikincinin birinciyə təsiri və birincinin də ikinciyə təsiri. Burada ama birincinin ikinciyə təsiri özünə çəkdir. İkincinin də birinciyə təsiri. Bunların hər biri üçün qəbul etmiş olsaq ayrı-ayrılıqda, yəni birincinin ikinciyə təsiri elə modulca ədədi qiymətcə ikincinin də birinciyə təsirinə bərabər ədədi qiymətcə qəbul edə bilərik. Yəni ikincinin də birinciyə təsirinə bərabər olmuş olar. Və onda bunlar üçün adlandırırıq klon qüvvəsi üçün F bərabərdir K vurulsun. Həmin Q yükü vurulsun Q0 yükü bölünsün epsilon R kvadratı və buradan görürük ki
Kulon qarşılıqlı təsir qüvvəsi, yəni qravitasiya qarşılıqlı təsir qüvvəsi epsilondan qravitasiya qarşılıqlı təsir qüvvəsi Q0 hasilindən qravitasiya qarşılıqlı təsir qüvvəsi R'in kvadratından necə asılıdır? Deməli, epsilondan baxırıq ki, necə asılıdır? Tərs. Q0-dan düz asılıdır. R'in kvadratından da necə asılı olmuş oldu? Tərs asılı olmuş oldu. Deməli, epsilon üçün onda yaza bilərik ki, epsilon bərabərdir. F0 bölünsün nə yaza bilərəm? F. Yəni, vakuumdakı təsir qüvvəsinin mühitdəki təsir qüvvəsindən neçə dərəcə fərqləndiyini xarakteristik edən kəmiyyətdir. Elektrik nüfuzluğu artıq burada bizim üçün. Və biz əgər toxunan, yəni bir-birinə o qədər də belə deyək, çox aralı olmayan yüklər sistemi üçün götürmüş olsaq, misal üçün, bax, radiusları müxtəlifdir. Həndəsi ölçülərinə baxmış olsaq, yüklərin prinsipinə baxmış olsaq, bir-birinə ara məsafəsi müəyyən bir qiymətə malik olan yüklər sistemidir. Və burada bunların əgər aralarında da müəyyən bir qəbul eləyək ki, nə qatı var? Misal üçün, bunlar arasında müəyyən bir epsilon dielektrik qatı da var. Çünki dielektrik qatı vakuumda bilirik ki, dielektrik nüfuzluğu vakuumda 1-ə bərabər deyildik. Misal üçün, hər hansısa bir R1 radiusuna malikdir, R2 radiusuna malikdir. Əgər bunun yükü Q1, digərinin yükü Q2 olarsa, F bərabərdir, K vurulsun, adlandırılır Q1, Q2 bölünsün, epsilon vurulsun, yaza bilərək nə? R1 plus nə? R2-nin nəyi? Kvadratı şərtində yazmış olaraq. Bu bizim təsir qüvvəmiz haqqında. Asla dərsə gedək indi elektrik sahəsinin intensivliyinə. Elektrik sahəsinin intensivliyi. Sahə intensivliyi. Elektrik sahəsinin intensivliyi ümumiyyətlə, necə ki yadınızdadırsa biz qeydləmişdik ki, qravitasiya sahəsinin intensivliyi J bərabərdir, F bölünsün nə? M və qəbulləmişdik ki, qravitasiya sahəsinin intensivliyi, yəni qravitasiya sahəsinin intensivliyi mənim kütləmdən asılı deyil. Mən yer kürəsinin üzərindəyəm. Çünki maddi nöqtə nə idi? Yazıcıda demişdik ki, maddi nöqtə ölçüləri verilmiş şərt daxilində nəzərə alınmayacaq dərəcədə kiçik idi. Mən yer kürəsinin üzərindəyəm, yəni olduğum şərtə görə nəzərə alınmır. Mən yer kürəsinin üzərindəyəm, mən yer kürəsinə görə maddi nöqtə hesab edilə bilərəm. Ancaq yer kürəsinin üzərində olduğum kimi həm də otağın içərisindəyəm. Amma otağın içərisində maddi nöqtə hesab edilmiş olmuram. Və deyirik ki, qravitasiya sahəsi, yəni yerin qravitasiya sahəsinin intensivliyi mənim kütləmdən asılı deyildir. Deməli, onda adlandıra bilərik ki, elektrik sahəsinin intensivliyi Y də bərabərdir, F bölünsün Q olduğundan, mən vektorlar kəmiyyətləri çox da belə deyək, diqqət eləmirəm bunlara, amma yəni, bilirik də bu kəmiyyətləri. Newton bölünsün nə almış oluruq? Burada alırıq ki, Newton bölünsün nədir? Kulondur. Yəni, necə ki burada diqqət eləyirsə, necə ki burada bunun yerində M kütlə dayanmışdı, bunun da yerində dayanan nədir? Sınaq yüküdür. Sınaq yükündən asılı deyil. Və qravitasiya sahəsinin intensivliyi üçün yazıcıdadırsa F-in ümumiyyət cazibə qanunu düsturunun yerini yazıb J vurulsun, M planet bölünsün, R kvadratı necə yazmışdıqsa, burada da Kulon qüvvəsinin düsturunun yerini yazmış olsaq, Q'lar ixtisara gedəcək, alaraq K vurulsun, Q0 bölünsünlə epsilon R'in kvadratı. Deməli, onda göstəririk ki, onda göstərmiş olur ki, elektrik sahəsinin intensivliyi də, elektrik sahəsinin nəyi? İntensivliyi də nədən asılıdır? Q0 sınaq yükünün qiymətindən asılıdır. Sahəni yaradan. Çünki qravitasiya sahəsi də yazıldadırsa, deyirdi ki, qravitasiya sahə intensivliyi də J'də planetin kütləsindən, yerin qravitasiya sahəsinin intensivliyi mənim kütləmdən asılı deyil. Ancaq yerin planetin kütləsindən necə asılıdır? Düz asılıdır. Deməli, sahəni də yaradan Q0 yükü olduğundan Q0-dan necə asılıdır? Düz asılıdır. Və elektrik sahəsinin intensivliyi deməli, qəbul edirik ki, epsilon bərabərdir Y0 bölünsün Y olduğunu nəzərə almış olsaq, yəni vakuumdakı sahə intensivliyinin mühitdəki sahə intensivliyindən neçə dəfə fərqləndiyini xarakteriz edən kəmiyyətdir. Y epsilonda necə asılı olmuş oldu? Tərs asılı olmuş olar. Və yaxşı, biz qravitasiya sahəsinin intensivliyini yazıcıdadırsa çəkəndə qeydləmişdik ki, yəni əvvəlki dərslərimdə o vaxt mən izahləmişəm bunu. Yer misal üçün kütlələrdən başqa formasındadır. Buradan biz bunu çəkəndə, bax, qravitasiya sahə intensivliyi üçün göstərmişdik ki, indi elektrik sahə intensivliyində görə hansı səviyyədə olacaq? Necə olacaq? Elektrik sahəsinin intensivliyində hansı vəziyyətdədir? Bax, əlaqələndiririk ki, yəni ümumiyyətlə
bir-birindən çox əlaqəlidir. Biz J'yə baxırıq. J'nin R'dən asıllığına, elektrik sahə intensivliyinin də R'dən asıllığına baxmış olsaq, R'dən asıllığına baxmış olsaq, gravitasiya sahəsinin intensivliyi yerin mərkəzində nə idi? Yerin mərkəzində 0 idi. Amma yerin mərkəzindən radiusun artmasından 3-4 pi rj R-ə görə radiusun artmasından artırdı. Ən maksimal qiymətini gəlirdi, alırdı harda? Yerin səthində alırdı. Yerin səthinin uzaqlaşdıqca başlayırdı azalmağa. Çünki R'in yerinə nə yazırdıq? R plus H yazmış olurduq. Deməli, gravitasiya sahəsinin intensivliyi və həmçinin gravitasiya sahəsinin intensivliyi hər bir nöqtədə yerin hansı tərəfinə yönəlmiş olurdu? Mərkəzinə doğru yönəlmiş olurdu gravitasiya sahəsinin intensivliyi və ən maksimal qiymətində harda alırdı? Yerin səthində almış olurdu ən maksimal qiymətini. Yer səthindən uzaqlaşdıqca da azalırdı. Yerin mərkəzinə getdikcə də sahə intensivliyi yerin mərkəzinə çəkirdi, amma mərkəzinə gedəndə də nə olurdu? Sıfıra bərabər olmuş olurdu. İndi bax fikir verək. Elektrik sahəsinin intensivliyi də amma elektrik sahəsinin intensivliyi deməli mərkəzindən, yerin mərkəzindən səthinə qədər nə qiymətini almış oldu? 0 qiymətini alır. Səthindən uzaqlaşdıqca başlayır ağarmağa, azalmağa. R plus H. Sanki oxşar bir şeydir. Deməli alırıq ki, elektrik sahəsinin intensivliyi də ən maksimal qiymətini harda almış olur? Yerin səthində alır. Onda biz belə deyə bilərik ki, elektrik sahəsinin intensivliyi üçün də belə deyə bilərik ki, bir dənə belə bir xətt qoysaq və buradan bunu çəksək, misal üçün, mən bura qəbul edirəm O nöqtəsi, A nöqtəsi, B nöqtəsi və C nöqtəsi. Onda sahə intensivliyi üçün deyə bilərəm ki, YO bərabərdir YA-ya, O bərabərdir 0-a. Buradan da alırıq ki, YB böyük nədən? YC-dən. Çünki uzaqlaşdıqca azalma başlayır. Onda sahə intensivliyi üçün Y bərabərdir. K vurulsun, Q0 bölünsün, epsilon vurulsun, E plus nə? H kvadratı yaza bilərik. Bu şəkildə almış olarıq. Və elektrik sahəsinin intensivliyi necə ki qəbul elədik ki, Rutherfordun nəzəriyyəsinə görə biz ümumiyyətlə bilirdik ki, planetar model var idi. Planetar model sistemindən bir kəlmə deyək, keçək sahə intensivliyinin davamından danışmağa. Planetar modelə görə adlandırmışdıq ki, Rutherford müsbət yük nüvədən və ətrafında hərəkət edən elektroneytraldır, atom adi halda, yəni qapalı sistemdir. Elektronların sayı protonların sayına bərabərdirsə, bu adlanırdı nə? Elektroneytraldır. Əgər mən əlavə elektron almış olardımsa, mənfi yona çevrilmiş olardım. Əgər mən əlavə elektron itirmiş olardımsa, hansı yona çevrilmiş olardım? Müsbət yona çevrilmiş olardım. Və buradan görür ki, biz günəşin mərkəzi ətrafında hərəkət ediriksə, günəşdən gələn sahə intensivlik xətləri yerə doğru gəlmiş olurdu. Onda biz elektrik sahəsinin intensivliyi üçün göstərə bilərək ki, elektrik sahəsinin intensivliyinin qüvvə xətləri üçün elektrik sahəsinin intensivliyinin qüvvə xətləri əgər müsbət yüklərdən danışmış olaramsa, müsbət yüklərdə sahə intensivliyi bu istiqamətdə, mənfi yüklərdə sahə intensivliyi hansı istiqamətdədir? Baxın, deməli, adlandırmış olub sahə intensivliyi hansı istiqamətdə. Deməli, ayırıq ki, müsbət yüklərdə bu vəziyyətdə, mənfi misal üçün göydən işarələdiyi əvvəldən indi geçsin. Müsbətdə sahə intensivliyi belə, mənfidə amma sahə intensivliyi bu istiqamətdə olmuş olur. Və bunun hər bir nöqtəsi üçün sahə intensivliyi nədir? Eyni qiymətə malik olmuş olur. Hər bir orbitin, eyni bir orbit içərisində sahə intensivliyi bu şəkildə yönəlmiş oldu. Və ümumiyyətlə biz sahəsinə görə ayrılmış oluruq ki, bircins və qeyri-bircins sahə sistemini ayırırıq elektrik sahəsinin intensivliyinin qüvvə xətlərinə görə. Ümumiyyətlə bircins sahədən danışırıqsa, keçirəm ki, bircins sahə bir də ayıra bilərəm nə? Qeyri-bircins sahə. Qeyri-bircins sahə, bircins sahə və qeyri-bircins sahə sistemini ayırırıq. Bircins sahədə ümumiyyətlə hər bir nöqtəsində yadımızda qalsın ki, sahə intensivliyi ilə qüvvə xətləri bir-birinə hər zaman nədir? Paraleldir, kəsişmə söhbətləri yoxdur. Amma qeyri-bircins sahədə sahə intensivliyi qüvvə xətlərində kəsişmə söhbəti var, bir-birinə paralel qalanmadı. Və onda biz qəbul edə bilərik necə? Necə deyə bilərik bunu? Bircins sahə sistemində
Və gəlirik, baxın bura. Bura bir nöqtəsi qoysam, sahə intensivliyi ümumiyyətlə baxdıq ki, bayaqlarım qeydlədik ki, müsbətdən şərt olaraq mənfi istiqamətdə axını vermiş oldu. Və adlandırmış olduq bir cins sahədə sahə intensivliyi Y1 bərabər nəyə? Y2. Hər bir nöqtəsində sahə intensivliyi qiyməti eynidir. Amma qeyri bir cins sahədən danışsaq, danışmış olsaq, qeyri bir cins sahədə baxın, bir nöqtəsi qoyduq, iki nöqtəsi qoyduq və adlandırdıq ki, Y1 böyük nədən? Y2-dən. Burada adlandırmış olduq ki, yenə 1-2 qoysam, yenə də yazdım Y1 böyük nədən? Y2-dən. Və ümumiyyətlə, keçid edək biraz fərqli bir şeyə. Baxaq. Sonra qaydaq təcilindən danışaq. Biz burada F bərabərdir MA, F'in yerində QY bərabərdir MA ifadəsini istifadə edəsək, buradan alaram ki, A bərabərdir QY bölünsün nə? M ifadəsini alıram. Əgər Y1, Y2 sistemi bərabərsə, deməli A1 də A2-yə bərabərdir. Bu da bərabər təcildə hərəkət olacaq artıq. Birinci sahədə cisimli hərəkət, elektronun, protonun hərəkətindən danışırsa. Ancaq burada A1 də böyük nədən? A2-dən. Amma burada da bax fikir verin. A1 böyük nədən? A2-dən. Bu şəkildə saxladıq bunu. Birazdan bizə lazım olacaq. İndi geri dönüş eləyəyin. Birinci sahədə yüklü zərrəciklərin hərəkətinə baxaq. Sonra geri bir sahədə yüklü zərrəciklərin hərəkətinə baxaq. Misal üçün, belə verilib ki, bizə baxarıq. Deməli, sahə intensivliyimiz qəbul edir. Sahə intensivliyi vektorial kəmiyyətdir. Mən bax, yenə deyirəm. Belə, yəni, hər dəfə bunlara belə üstündə bir-bir yazıb vaxtımızı aparmaq istəmirəm. Baxaq bura. Sahə intensivliyi ümumiyyətlə bilirdik ki, hansı tərəfləri bir cins sahədə yüklü zərrəcinin hərəkətidir. Bu müsbətdir, mənfidir, mənfidir, müsbətdir, 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 mənfi, 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 müsbət, 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 mənfi, mənfi, mənfi. Gəlin baxaq. Birinci halda qəbul edək ki, elektron, bunu protonla gedək. Bu protondur. Proton bu istiqamətdə gedir, elektron bu istiqamətdə gedir. Sonra qəbul edək ki, elektron bu istiqamətdə gedir, proton bu istiqamətdə gedir. Növbətini qəbul edək, bu qırmızıdan olsun, neutronumuzdur. Deməli, bu bizim protonumuz, bu bizim elektronumuz, protonumuz, bu bizim neutronumuzdur, hərəkət edir. Baxaq görək bunlara təsir edən qüvvə. Deməli, proton bu istiqamətdə. Proton hansı istiqamətdə getdi? Proton sahə intensivliyi istiqamətində hərəkət elədi. Yenə deyirəm, bunlar vektorialdır. Və yaxud da ki, elektron hansı istiqamətdə hərəkət elədi? Sahə intensivliyinin əksi istiqamətində hərəkət edir. Burada elektron sahə intensivliyi istiqamətində hərəkət edir. Proton sahə intensivliyinin əksi istiqamətində hərəkət edir. Neutron sahə intensivliyi istiqamətində hərəkət edir. Və yaxud da ki, neutron sahə intensivliyinin əksi istiqamətində hərəkət edir. Buna təsir edən qüvvəyə diqqət edək.
Müsbət yüklü zərrəcik mənfi istiqamətdə hərəkət edirsə, bu istəyir ki, ya istəsə buradan da deyə bilərik ki, müsbəti tələyir, yaxud da buradan da deyə bilərik ki, buna təsirdən, protona təsirdən qüvvə hansı istiqamətdə yönəldi, özündən doğru çəkəcək. Və yaxud da elektrona çəkmiş olsaq, elektronun da təsirdən qüvvə hansı tərəfə yönəlmiş oldu, bu tərəfə müsbət lövhəyə doğru hərəkətləmək istəyəcək. Elektron bu istiqamətdə hərəkətliysə, deyir, gəlmə üstümə mənim. Özü də mənfi tərəfə gedir, ona görə deyir, gəlmə üstümə mənim. Bu elektron bu istiqamətdə hərəkət edir. Proton da müsbət lövhə tərəfə sahil istiqamətdə hərəkət edirsə, buna da deyir, gəlmə üstümə mənim. Bu da protonumuzdur. Neytrona ümumiyyətlə qüvvə nə varmır? Neytrona qüvvə təsir etmir. Bayaqlarım çıxardığımız A bərabərdir QY bölünsün M ifadəsinə əsasən QY bölünsün M ifadəsinə, yenə deyirəm, bax, bunlar vektorial kəmiyyətlərdir. QY bölünsün M ifadəsinə əsasən, onda biz burada belə nəticə çıxartdıq ki, istəyir, bax, protona təsir edən qüvvə eyni istiqamətlidir. Yəni, protona təsir edən qüvvə ilə bunlar eyni istiqamətdir. Və yaxud da ki, elektrona təsir edən qüvvə necədir? Yenə eyni istiqamətdir. Və hərəkət sistemimiz necə hərəkətdir? Bərabər təcilli hərəkətdir. Bir cins sahədir. Bərabər təcilli hərəkətdir və hərəkət bərabər yeyinləşən hərəkət eləmiş oldu. Gəldik bura. Burada baxırıq ki, elektrona təsir edən qüvvə necə istiqamətlidir? Əks istiqamətdədir. Burada da protona təsir edən qüvvə necə istiqamətdədir? Yenə də bu da əks istiqamətdədir. Deməli, yenə bərabər təcilli hərəkətdir bu da, amma necə hərəkətdir? Yavaşyandır. Buna baxırıq ki, qüvvə nə qarmır? Təsir etmir. Qüvvə təsir etmirsə, bu necə hərəkət eləyir? Bərabər sürətli düz xətli hərəkət eləmiş olacaq. Onda biz qrafiklərimizə diqqət eləmiş olsaq, mən bir nümunə üçün çəkirəm qrafikləri yenə. Yəni, mənfillərini çəkmirəm də artıq. Yəni, o şərti qəbul olunub onsuzdakı. Deməli, onda biz belə nəticə çıxardırıq. Bunun üçün ifadə yazmış olsaq, fərqli bir rəhlə yazırıq. Bizim ümumi ifadəmiz belə idi. Yadınızdadsa, V bərabərdir V0 plus nə? AT idi. Və həmçinin S bərabərdir V0T, yenə vektorialdır. Mən bunları bir-bir təpəsinə vektor qoyub, vaxt aparmaq istəmirəm. Onda bunun üçün olacaq V bərabərdir V0, A-nın yerinə nə yazacağım? Plus minus nə? QY bölünsün QYT bölünsün nə? M. S'in yerində V0T plus minus QY A-nın yerində deməli yazır. QY bölünsün nə? Vurulsun T kvadratı bölünsün nə? 2. Deməli, V-nin T'dən asılılıq qrafikinə baxmış olsam artıq, V-nin T'dən asılılıq qrafiki bu şəkildədirsə, S-in T'dən asılılıq qrafiki də hansı səviyyədədir? Bu vəziyyətdədir. Yeniləşən qrafikini vermiş oldu bizə. Bura gəlmiş olsaq, bura gəlsək, V-nin T'dən asılılıq qrafiki bizə yavaşlayan hərəkəti verəcək. S-in də T'dən asılılıq qrafiki yenə də bu şəkli verəcək. Burada V-nin T'dən asılılıq qrafiki sabitdirsə, S-in də T'dən asılılıq qrafiki necədir? Düz şəkildədir. Və bunun da ifadəsində, bax, bunun da ifadəsini yazaq. Burada V-miz üçün V bərabərdir V0 çıxılsın QY T bölünsün M. Burada elə birbaşa da deyə bilərik də, bu mənfidirsə, bu müsbət, ehtiyac yoxdur. Bunun plusundan yazaq. Elə bunu da birbaşa mənfisindən yazarıq elə. Ehtiyac yoxdur da. Çünki şərti. Və yaxud da ki, S bərabərdir V0T çıxılsın QY T kvadratı, yenə deyirəm, bölünsün 2. Bu şərtidir, yəni ifadələr, yəni müsbət mənfi yavaşlayan hərəkətə görə, çünki mənfiləri çəkməlidir artıq. Burada da bilirik ki, artıq nədir? S bərabərdir, V vurulsun nədir? T ifadəsindən istifadə edir. Deməli, neytronun, elektronun, protonun bir cins elektrik sahəsində hərəkətindən diqqətlədik və bərabər təcizli hərəkətdən danışdıq. İndi gəlin baxaq görək, bu əgər qeyri bir cins sahədə hərəkətindən olsa nə danışır? Bunu deməyimiz üçün gəlin baxaq birinci nəyə? Deməli, belə nəsə çıxarda bilərik ki, biz
Deməli belə. Bu bizim müsbətimizdir. Q sıfırımızdır. Sahə intensivliyimiz bu istiqamətdə hər bir oxusun. Baxaq. Daha bir dənəsini qoyanda oraya, bunların yeni dənəsini düzülür heç. Sahə intensivliyi bu istiqamətdədir. Misal üçün, bura qoyuram. Bir nöqtəsindən iki nöqtəsinə doğru hərəkət edən yükü qəbul eləyək. Qəbul eləyək proton. Protondur. Proton bu istiqamətdə hərəkət edir. Proton bu istiqamətdə hərəkət edirsə, protona təsir edən qüvvə də bu istiqamətdədir. Yəni aldıq ki, proton sahə intensivliyi istiqamətində hərəkət eləmiş oldu. Qeyri-bircin sahədədir. Bir nöqtəsindən iki nöqtəsinə doğru hərəkət edir. Gəlir, hələ potensialı zadı qoyuram, heç potensial danışmamışıq. Onda biz buradan gördük ki, buna təsir edən qüvvə ilə bunlar eyni istiqamətdir. Hərəkət yeyinləşəndir. Lap qəşəng. Ancaq A1-in təcili A2-nin təcilindən böyük olduğundan onda yazırıq ki, azalan təcildir. Azalan təcilli yeyinləşən yazacağıq buna. Sonra gəlirik ki, azalan təcilli yeyinləşən yazmış olacağıq. Sonra gəlirik ki, əgər misal üçün elektrondur. Elektron bu istiqamətdə hərəkət edir. Elektrona təsir edən qüvvə də bu istiqamətdə yönəlmiş olur. Bir şəklin üzərində göstərirəm həmçinin. Baxırıq ki, deməli, elektron sahə intensivliyinin nə istiqamətindədir? Əks istiqamətindədir. Və buna təsir edən qüvvə də necədir? Eynidir. Yenə yeyinləşəndir. Yenə yeyinləşəndir. Amma necə yeyinləşəndir? Artan təcilli yeyinləşəndir. Bunu adlandırmış olacaq nə artıq? Artan təcilli yeyinləşən. Oxşar artıq o birlərin hamısını yaza bilərik biz burada. Yəni, göstərə bilərik ki, misal üçün, mənfi yük olmuş olsa yenə də, bax, misal üçün, burada duran yükümüz mənfi olsa, fərqi yoxdur yenə. Eyni qaydadan onlara təsir edən qüvvələrin istiqamətinə görə yeyinləşən yavaşlayan olduğundan danışırıq. Sonra gəlir elektrik sahəsi intensivliyində elektrik sahəsinin intensivliyinin superpozisiya prinsipi ödənilmiş olur. Necə ödənilir bu da? Sahə intensivliyinin superpozisiya prinsipi nəyə əsasən deyirik bunu? Misal üçün, buraya bir nöqtə qoyaq, burada bir nöqtə qoyaq, burada bir nöqtə qoyaq. Bunu qəbul eləyək Q1, Q2, Q1, Q2, Q1 və Q2. Və ikisini də müsbət eləyək, ikisini də mənfi eləyək. Birini müsbət eləyək, birini mənfi eləyək. Misal üçün, burada A nöqtəsində, burada A nöqtəsində, burada qəbul eləyək nə? A nöqtəsində. Müsbətdir. Mənfidir. Müsbətdir. Mənfidir. Baxaq. Baxın, A nöqtəsində bunun yaratdığı sahə intensivliyinə baxmış olsaq, bunun yaratdığı sahə intensivliyi A nöqtəsində bu istiqamətdə, bunun yaratdığı da A nöqtəsində bu istiqamətdə gedir. Deməli, Y1-in sahə intensivliyi bax bu qırıq-qırıq xətlə olmalı əslində, adlandırdıq, mənfi yüklə sahə intensivliyi deyildi yaxıq, gedir. Y1-in sahə intensivliyi bu istiqamətdə, Y2-in sahə intensivliyi bu istiqamətdə oldu. Bu zaman almış olduq ki, yekun sahə intensivliyi hansı istiqamətdədir? Əvəzləyici qüvvə kimi deyim. Yekun A nöqtəsində bu istiqamətdə yönəlmiş oldu.
Və yaxud da ki, burada qəbulləmiş olsaq, bunun sahə intensivliyi mənfi oldu. Y1 bu tərəfə yönəldi. Y2-nin sahə intensivliyi bu istiqamətdə yönəldi. Onda bu da yekun sahə intensivliyi hansı istiqamətdə yönəlmiş oldu? Burada müsbətdir. Bunun sahə intensivliyi Y1 bu istiqamətdə. Y2 sahə intensivliyi bu istiqamətdə yönəlsə, onda onların yekun sahə intensivliyi hansı istiqamətdədir? Bu şəkildə yönəlmiş olur. Yəni bu əvəzləyici qüvvə kimidir. F bərabər yazılacaqsa əvəzləyici qüvvə qaydası var idi. Ona əsasən hesablanmış oldu. F bərabər Q7 üstündən gətirib çıxarda bilərik artıq bunu. Və keçək növbəti hissəmizə ki, burada bizim əgər elektrik sahə intensivliyimiz, misal üçün bax, miqdə düşmüşdü bax bu sorulardan. Belə qəbul edək ki, bura bir dənə nöqtə qoyub, bu yükü də qəbul edib, hər ikisi müsbətdir. Bunun bir nümunəsini deyərik. Deməli, burada müsbət Q1, burada yeni müsbət Q2-dir. Məsafələr R1 ilə R2-dir, ikisində də R yazdığı eynidir. Burada A nöqtəmizi verib, bizə də ədədi qiymətsə deyir ki, Q1 ilə Q2 ünsiz ədədi qiymətsə eynidir. Və erlər də eyni olduğundan biz ümumiyyətlə Y bərabərdir K vurulsun, Q0 bölünsün epsilon R kvadratını əsasən hesablaya bilərdik ki, əgər birincinin yaratdığı sahə intensivliyi müsbətdirsə A nöqtəsində bu istiqamətdə yönəlmiş oldu. Deməli bu Y1 bu istiqamətdədir. İkincinin yaratdığı sahə intensivliyinin istiqaməti Y2 də bu istiqamətdə yönəldi. Y1 və Y2 bir-birindən əks istiqamətlidir. Y A nöqtəsində yekun bərabərdir nə? Y1 çıxılsın nədir? Y2'dir. Ancaq onların R yükləri də və R ara məsafələri, yəni A nöqtəsində olan məsafələri və Q'lar da hər ikisi eyni olduğundan, onda A nöqtəsində bu nə olacaq? 0. Niyə? Çünki Y1 ədədi qiymətcə nəyə bərabər oldu? Y2'yə. Yox, əgər eyni bir məsələnin bizə misal üçün məsafələrini ya ədədi qiymətlərinin yüklərində bir fərq yaratmış olsaydı, misal üçün göstərmiş olsaq ki, baxaq, burada bir A nöqtəsi qoymuş olsaq, bura bir A nöqtəsi qoysaq, bura misal üçün 2R məsafəsi qoyub, bura R məsafəsi qoymuş olsaydıq, burada nə baş verərdi? Misal üçün buna da müsbət qoymuş olsaq, bu da müsbət yüktür, yenə bu da müsbət yüktür. Yenə Q1 və Q2 yükləri ədədi qiymətcə bir-birinə bərabərdir. Q1 bərabərdir Q2'yə. Ancaq misal üçün R1 bərabərdir 2R'dir. R2 bərabərdir R olduğundan R ilə də Y burada görürdük ki, necə aslıydı? Tərs aslıdır. Onda biz almış oluruq ki, yəni bunun sahə intensivliyi yekun istiqamətini istəyir, ya ədədi qiymətini də istəyirsə tapa bilərik. Problemimiz yoxdur buradan. Çünki Y1 bu istiqamətdə yönələcəkdi yenə. Y2 yenə bu istiqamətdə yönəlmiş olacaq. Ancaq Y2'nin sahə intensivliyi Y1'in sahə intensivliyindən böyük olduğundan A nöqtəsində alacağıq ki, nə? Böyükdən çıxacaq kiçiyi. Necə ki deyirdik ki, əvəzləyici qüvvədə qeydlənmişdir ki, böyük çıxılsın kiçik. Böyük çıxılsın nə? Kiçik. Böyükdən çıxacaq nəyə yenə? Kiçik çıxmış olacaq və yekun hansı istiqamətdə yönələcək? Böyük tərəfdə yönəlməliydi də yekun. Ona görə də bu istiqamətdə yönəlmiş olar. Mənfi olsaydı bunun əksi ola bilərdi. Yaxud da biri müsbət, biri mənfi olmuş olsaydı, bunlar nə qarardıq? Toplanmış olardıq. Yəni əgər bizə vermiş olsa ki, gəl onu da bir ilə də, yəni mənfisi də eyni şeydir bunun. Bir dənə bundan da deyək, çünki potensialımız var bizim. Misal üçün, bizə yükümüzün birini müsbət, digərini mənfi vermiş olsa, yəni birini qəbulləmiş olduq müsbət, digərini qəbulləmiş olsaq, mənfi qəbulləsək, amma ədədi qiymətlərini yenə də bərabər götürdüm, fərqi yoxdur, bərabər götürdə bilər. Q1 bərabərdir, misal üçün Q götürdüm, Q2'ni də mənfi Q götürdüm, fərqi yoxdur. Yəni buna Q1, buna Q2 deyib. Ara məsafəsini hansı nöqtə qoymağımdan asılı olmayaraq, ya R qoysam, sınırlab R qoyduq.
Burada sahə intensivliyinin istiqaməti hansı istiqamətdədir? Y1 bu istiqamətdə və bunun da sahə intensivliyi Y2 də bu istiqamətdə. Bunlar eyni istiqamətdə olduğundan onda A nöqtəsində yekun sahə intensivliyinin qiymətini arar. Y1 üstəgələk nə almış olaraq? Y2 ifadəsini almış olaraq. Bu şəkildə almış olaraq. Keçirik potensialdan danışaq. Potensialımız ümumiyyətlə potensiallar fərqi gərginlikdir. Və sahənin gördüyü iş, bir də iş. Bax, fikir verək. Potensiallar fərqindən fi bərabərdir ümumiyyətlə. A bölünsün qəbul elədik nədir? Q'dur. Bu da bizə vermiş olur ki, Q, Y vurulsun D bölünsün Q. Q'lar ixtisarlədi aldıq nə? Y vurulsun D. D məsafə olduğundan mənim ixtiyarım var ki, ümumiyyətlə yaza bilərəm ki, Y vurulsun L, hansı istəsəm məsafəni yaza bilərəm. Onda bunun yerinə K vurulsun, Q0 bölünsün, epsilon R kvadratı vurulsun R yazmış olsam, buradan R'ləri yola salsaq, alaraq ki, K vurulsun, Q0 bölünsünlər epsilon R ifadəsini. Potensiallar fərqi özü də direktlik nüfuzluğundan necə asılıdır? Tərs asılıdır. Sahəni yaradan yükdən, yəni Q0'dan, Q0'ımız nə qədər çox olsa potensialımız da Q0'ımızdan asılı olaraq düz asılı olar və epsilonumuz bərabərdir. Yenə də biz fi0 bölünsün fi daha yeni şeydir. Hər dəfə yazıb yerimizə aparmaya ehtiyac yoxdur. Və amma burada bir fərqimiz var, əsas məsələ. Və biz potensial üçün amma deyirik ki, potensiallar elektrik sahəsinin intensivliyindən fərqli olaraq potensialda deyirik ki, potensial mərkəzdən səthinə qədər nədir? Sabitdir. Potensial mərkəzdən səthinə qədər sabitdir. Səthindən uzaqlaşdıqca başlayır nə qarmağa? Azalmağa. R plus H olduqda azalır. Deməli, fi bərabərdir. K vurulsun, Q0 bölünsün, epsilon vurulsun, nə yaza bilərəm? R plus nə? H yaza bilərəm. Və potensial artıq. Biz kürəni çəksək və buradan bir xətdir. Əvvəlki bayaq qoyduğumuz kimi istəyir, müsbət yük üzünü istəyir. Qoyduq belə. Dengələk. Bura qoysaq O nöqtəsi, yenə A nöqtəsi, yenə B nöqtəsi və C nöqtəsi qoysaq, alarıq ki, fi O'nun potensialı bərabərdir fi A'nın potensialına, bərabərdir nəyə? Fi B'nin potensialına və böyük nədən? Fi Z'dən. Deməli, potensial mərkəzdən səthinə qədər hər yerdə nədir? Eynidir. Və bayaqlarım göstərdiyimiz, burada bir yer göstərmişdik. Baxın, burada qeydlədiyimiz yer var idi. Onda bura geri dönüş edib yaza bilərik ki, Y1 bərabərdir Y2, A1 bərabərdir A2. Amma fi1 böyük nədən? Fi2-dən, müsbətə yaxın yerdə. Burada da yaza bilərik ki, burada sahə intensivliyinin istiqamətinə görə yaza bilərik ki, yenə burada fi1 böyük nədən? Fi2-dən. Burada yaza bilərik ki, fi1 kiçik nədir? Fi2. Deməli, potensial müsbət yükę yaxın olan yerdə nədir? Daha böyükdür. Və elektrostatik sahənin gördüyü iş sisteminə baxırıqsa, bax, ümumiyyətlə elektrik sahəsi potensiallı sahədir. Ağırlıq qüvvəsində olduğu kimi potensiallı sahədir. Trayektoriyanın başlanğıc və trayektoriyanın forması nəzərə alınmır. Yəni, başlanğıc və son koordinatlar, nöqtələr nəzərə alınmış olur burada. Və biz bir nümunəni, bax, burada deyirəm, istəyir müsbət yük olsun, istəyir mənfi yük yenə də. Burada belə qəbul edək. Sahədə hərəkəti, misal üçün, necə ki, bayaqların bircin sahədə hərəkətindən danışırdıqsa, baxın, bax, fikir verin, bircin sahədə bayaqlarını danışdıq, saxladıq burada, amma potensial deməmişdik, indi burada potensialını da deyə bilərik artıq. Bax, müsbət yük yeyinləşən hərəkətləyir. Yeyinləşən hərəkət isə onun kinetik enerjisi artır, potensial enerjisi də azalmış olur. Bax, bu mənfi yük yeyinləşən hərəkətləyir.
Onun da kinetik enerjisi artır, potansiyel enerjisi ne varmış olur? Azalmış olur. Harda yavaşlayan hərəkətimiz var idisə, onun potansiyel enerjisi artacaq, kinetik enerjisi azalmış olacaq. İndi bax buna əsasən, bax bunlarda ama bərabər sürətdə hərəkət edəndə də o dəyişmir deyirik. Bax gəlir ki, bura misal üçün nöqtələr qoymuş olsam, bir nöqtəsi bir trayektoriyasından gəldi 2 trayektoriyasına, gəlmiş oldu 3 trayektoriyasına, gəldik 4 trayektoriyasına. Burada olan yükümüzü istənilən birini götürə bilərik. Fərqi yoxdur bizim üçün. Burada olan yükümüzü, Q0 yükümüzü mənfi yükdə qəbul etmə imkanımız var, müsbət də. Bunu bizə misal üçün qəbul elədik, müsbət yükdən qəbul etdik misal üçün. Burada hərəkət elətdirdiyimiz yük də önəmli olan. Burada hərəkət elətdirdiyim yük. Misal üçün, baxın. Bu yük bax burada. Burada. Bu trayektoriyada. Bir de bu trayektoriya üzrə hərəkət edeyim. Burada da bizim bu Q0'mızdır. Burada hərəkətlətdirdiyimiz yükü də hansı yük istəsək götürmə imkanımız var. Götürək istəsə mənfi yükü. Mənfi yüklü hərəkətlətdirdiyimiz elektrondur. Bu trayektoriyalar üzrə hərəkətlətdirir. Bizə deyir ki, hansı trayektoriyada görülən iş sıfırdan böyükdür? Hansı trayektoriyada görülən iş sıfıra bərabərdir? Sıfıra bərabərdir. Hansı trayektoriyada görülən iş sıfırdan nədir? Kiçikdir. Deməli, bu hərəkət edir. Bu istiqamətdə elektron. Sonra gəlir, baxın, bu istiqamətdə hərəkət edir elektron. Sonra gəlir, bu istiqamətdə hərəkət edir elektron. Burada da gəlir bu istiqamətdə. Bunun bir neçə izah qaydası var. Ən rahat olan izah qaydası hamısında yararlıdır. Keçək buna. Buna təsir edən qüvvə elektrondur bu. Bu protondur, bu elektrondur. Elektrona təsir edən qüvvə nə aracaq? Bunu aşağı çəkmək istəyir. Düzdürmü? Elektrona təsir edən qüvvə bax burada belə yönlənir. Burada elektrona təsir edən qüvvə bax fikir verin. Elektrona təsir edən qüvvə hansı istiqamətdədir? Burada da bu istiqamətdədir elektrona təsir edən qüvvə. Bax, mən bu potensialla da izahlayıram, elektronla izahlayıram. Burada elektrona təsir edən qüvvə buradadır. Burada da elektrona təsir edən qüvvə necədir? Baxaq buradadır. Birincidə baxırıq ki, A1-2 trayektoriyasında gördüyü işdə baxaq. Sürətlə qüvvə bir-birindən necə istiqamətdədir? Əksdir. Elektrona təsir edən qüvvə bir-birindən əks istiqamətdir. Hərəkət necə hərəkətdir? Yavaşlayandır. Düzdür. Yavaşlayan hərəkətdir. Azalan tezli yavaşlayan hərəkətdir, amma yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkət eləyirsə, onun potansiyel enerjisi artır. Kinetik enerjisi başlayır nə varmağa? Azalmağa. Kinetik enerjisi azalır. Topu sanki götürüb şarjı yuxarı istiqamətdə atmışıq. Ağırlıq qüvvəsinin gördüyü iş kimidir? Eyni qaydadır. Yəni bunun gördüyü iş artıq burada nə olacaq? Sıfırdan kiçik. Deməli 1-2 trayektoriyasında görülən iş sıfırdan kiçikdir. Yenə deyirəm, bunu potensialla da izah edə bilərik. F1-in potensialı F2-dən böyük olduğundan mənfi Q olsun F1 minus F2 ilə də yaza bilərik. Sonra keçirəm ki ikinci hissəyə. Gəlirəm ki A2-3 trayektoriyasında görülən işə baxıram. Mənim elektronuma təsir edən qüvvə buna perpendikulyardır. Deməli burada sahənin 2-3-də gördüyü iş nəyə bərabərdir? Sıfıra. Kosinüs 90 dərəcədə sıfır alırdı. Deyiləmişdik. Bunun haqqında demişdik. Sonra keçirəm üçüncüyə. A 3-dən 4-ə gəlir. 3-4 trayektoriyasında görülən iş. Bax, elektrona təsir edən qüvvə ilə elektronun sürəti eyni istiqamətdir. Hərəkət yeyinləşən hərəkətdə özdə artan təcili yeyinləşəndir. Artan təcili yeyinləşənsə, bu da bunun potansiyel enerjisi azalacaq, kinetik enerjisini artacaq. Burada kinetikimiz başta yazmamışdır, azalırdı. Kinetik artacaq. Deməli, burada bunun gördüyü iş, 3-4 trayektoriyasında gördüyü iş nə olmuş oldu? Sıfırdan böyük oldu. Sonra keçək A 4-1 trayektoriyasına. Yine 4-1 trayektoriyasında elektrona təsir edən qüvvə ilə bu nədir? Bir-birinə perpendikulyardır. Bunun gördüyü iş nədir? 4-1'in də gördüyü iş nədir? Sıfıra bərabərdir.
Bu qədər sadə bir şeylə deyib gedə bilərik. Fərqi yoxdur. Yəni bunu müsbət yükə çevirsək də eyni şeydir. Eyni qaydadan, yəni eyni şey deyəndə eyni qaydadan, eyni məğzdən istifadə edə bilərik. Deməli bu qədər çalışarıq ki, elektrik tutumunu, kondensatorları və sabit cəryanı bir yerdə danışa bilərik. Mən çalışaram ki, bu həftə ərzində elektrik tutumunu da ətraflı şəkildə sizə izah edə biləm. Müəyyən bir diqqətindən qaçan yerlər ola bilər, müəllimlər. Yəni bilirsiniz, canlıdır birbaşa, həm də səhərdən dərsdən çıxıram. Kimin yenə nə əlavə sualı olsa, belə deyək, verə bilər, izah edə bilərəm. Yəni xarici ədəbiyyat dilə, yalandan bəzindən baxıram mən birdən ki, TÜY testləri, TÜY PDF-ləri zat. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin test toplusunu, orta məktəb kitablarını normal şəkildə bilən, Dövlət İmtahan Mərkəzinin test toplusunu rahat işləyən, Kaspini, güvəni rahat şəkildə işləyə bilən, rahatlıqla ixtisasından 35 plus yazma imkanı var. Yəni bir var işləmək, bir də var əzbərləmək. Yəni fizika eksperimental ilimdir. İstənilən bir məsələ olsun, mənim özümdə də, hamıda da olur bu, heç kəs də deyə bilməz, yoxdur məndə. Biz yəni insanlıqda robot deyil iş bilimiz. Yəni siz hər biriniz hər hansı bir fizikadan məsələ işləyəndə çalışın məsələnin şərtini oxuyanda onun fizika eksperimental ilimdir. Şəklini, təsəvvürünü qurmağa çalışın. Əgər onun şəklini, təsəvvürünü qurmuş olsanız, o məsələnin cavabı birbaşa özü çıxacaq üzə. Yəni düsturları əzbərləməyə də ehtiyac yoxdur. Mən o qədər düstur əzbər bilmirəm, hiçbirini özümdən götürüyorum. İnşallah xeyirlisi olsun. Uğurlar arzulayıram hər birinizə. Yenə də hardasa bir diqqətindən qaçan yerlər varsa deyə bilərsiniz. Heç bir problemimiz yoxdur bundan. İnşallah çalışıram ki, həftə içi ərzində bir dənə də elektrik tutumu bölməsinə izah verim. Sağ olun.